Bugün sizə insanın döş qəfəsi haqqında məlumat verəcəm. İnsanda döş qəfəsi təşkil olunub 37 sümükdən. Baxın, aiddir bura bir döş sümüyü, 12 cüt qabırğa və 12 döş fəqərəsi. Bu 12 cüt qabırğadan 7 cütü həqiqi qabırğalardır. Hansı ki, öndə birləşir döş sümüyünə. Baxın, bu qabırğalar 1, 2, 3, 4, 5, 6, 7 cüt qabırğa öndən döş sümüyünə, arxadan isə birləşir burada döş fəqərələrinə. 3 cüt qabırğa isə yalançı qabırğadır, hansı ki bir-biri ilə birləşir 7-ci cüt qabırğaya, yəni bilavasitə döş sümüyünə birləşmir. Bax, bu 2 cüt qabırğa isə arxadan döş fəqərəsinə birləşir, öndə isə heç nəyə birləşmir. Biz bu qabırğaları sərbəst və ya üzən qabırğa adlandırırıq. Döş qəfəsi gövdədən kənar sümüklə birləşmə əmələ gətirirmi deyərsə, bəli, baxın bu döş sümüyü körpücük sümüyü ilə birləşir, yuxarı ətrafımızın qurşaq sümüyü ilə. Demək ki, gövdədən kənar sümüklə birləşmə əmələ gətirir.